Değerli vətənəm, değerli soydaşlarım, qardaşlar, bacılar, mən Qabil Türkoğlu olaraq artıq bu İlham Əliyevin Şahdağda, Qəbələdə, Şahdağda sürüşməsinə baxandan sonra tam əmin oldum ki, İlham Əliyevdən 3 dənədir. Tam əmin oldum ki, İlham Əliyevdən 3 dənədir. Əsl İlham Əliyev Azərbaycanda yoxdur. Pusat Bodrumdadır. Yenili'de Bodrum'da keçir. Paşinyan meydanda keçirdi. İlham Əliyev Bodrum'da keçirdi. Yenili. Əsl İlham Əliyev yoxdur. Əsl Mehriban da yoxdur. Birinci, əsas İlham Əliyev yoxdur. İkinci İlham Əliyev Qarabağazda gedir o qadının zadın belinə əl vurur belə. Nə özünü apara bilmir. Değerli həmvətənlərim, danışa bilmir, hərəkətini bilmir. Başı, qulağı, zadı biz göstərdi ya, o müəyyən dərəcədə fərqli idi. Yəni İlhama oxşuyur, amma fərqlidir. Değerli həmvətənlərim. Yəni biri var ki, baba göstərim sizə də, bu əsl İlham Əliyev yoxdur. İkinci İlham Əliyev isə budur, göstərəm sizə. Lap başını gözünü göstərəm sizə. Zaten qapak rəsmində qoymuşam. Baxın dostlar, ikinci İlham Əliyev bax budur. İkinci İlham Əliyev budur. Təzəlikcə çox vaxtı bunu görürsünüz. Çox vaxtı bunu görürsünüz və bunu görəcəksiniz. Yəni burnu düzü. Bax burnu düzü. Ne oldu da? Ne oldu da? İlham Əliyev. Ne oldu da? Aya. İlham Əliyev indiyə kimi hamı lağ eləyir, burnunu lağ eləyir. İndi gəldi qoca yaşında, 60 neçə yaşında burun əməliyyat elədi. Ha? Ha? Yaxşı, deyək ki, burnu əməliyyat elədi, qadan alim. Ne olar? Ne olar? Burnu əməliyyat eləsin. Adamdır da, 80 yaşında da gözəlləşmək istəyər. Yaxşı, bəlkə manana deyib burnunu əməliyyat elə. Öpüşəndə mənə mane olur, burnun ağzıma girir. Amma yaxşı, burnunu qoyun qırağa İlham Əliyevin. Bəs dodaqlar? Baxın dodaqlara. Mən burada biraz fokus məsafəsini tuta bilmirəm deyə. Baxın dodaqlara. Dodaqlardakı fərqə baxın. Değerli vətənlərim. Çənənin fərqinə baxın, çənə. Ay ki, çəniyə baxın da. Nüjeli bilmirsiniz. Qoy böyüdüm yaş. Nətə, böyüdə də bilmirəm. Baxın. Ay ki, baxın da, baxın. Bu sizin gördüyünüz çox vaxtda ortaya çıxan İlham Əliyev budur. Artıq bunu görmürsünüz. Artıq bunu görmürsünüz. Baxın, çəniyə baxın. Qardaş, burada dodaq nətəridir? Təzə İlham Əliyevin dodağına baxın. Bu köhnə İlham Əliyevin dodağına baxın. Köhnə İlham Əliyevin dodağında çökək var. Belə biraz baxın, əməlli başlı necə də qoyun biraz işıqlandırın buranı. Aha. Baxın dostlar. İndi mən qulaqları göstərəcəm hələ. Baxın, deyək ki, burnunu əməliyyat elətdirib də, burnu deyək biraz düzdür. Əməliyyat elətdirib. Amma baxın, üst dodaqlar eyni deyil. Əsl İlham Əliyevin üst dodağı yekədir, bu İlham Əliyevin üst dodağı balacadır. Çənə, əsl İlham Əliyevin alt dodağı burada bir çöküntü var. Alt dodağında burada bir çöküntü var, görürsünüz. Çöküntü var. Üstəlik də alt dodağı da qabağa uzanar vəziyyətdədir. Amma burada isə tamamilə çöküntü yoxdur. Baxın, çöküntü ümumiyyətcə yoxdur. Alt dodağı da heç böyüklüyü yoxdur. Nəzikdir. Nəzikdir. Nəzik dodaqdır bu. Çənənin fərqi də göz qabağındadır. Gözün də fərqi var, amma o qədər böyük deyil. Göz fərqləri o qədər böyük deyil. Burunun çöküşü, qaş, alın və burnunun çöküşünə baxın. Alnına, əsl İlham Əliyevin alnına baxın. Əsl İlham, burnuna baxın, necədir. Amma əsl olmayan İlham Əliyevin alnına baxın və burnuna baxın. Burnuna baxın, necə. Siz çox vaxtı görürsünüz daha bu İlham Əliyevi. Siz bu İlham Əliyevə həsrətlə baxacaqsınız. Daha bu İlham Əliyevi siz demək olar ki, görməyəcəksiniz. Ya görsəniz də nadir halda görəcəksiniz. Değerli vətənlərim, burada isə tamamilə başqa bir göstərək sizə. Baxın, əsl İlham Əliyevin qulağı dəyişmək mümkün deyil, ay millət. Baxın, əsl İlham Əliyevin qulağına baxın. Qoyun, əsl İlham Əliyevin qulağını göstərim sizə. Baxın, qulaq seyvanına baxın. Necədir? Bunu istəyirəm ki, mən sizə necə deyərlər?
Baba, əsl İlham Əliyevin qulağına baxın. Bir-bir göstərək də, bir-bir göstərək. Əsl İlham Əliyevin qulağı belədir. Eləmi elə? Seyvanına baxın, belə gəlir, belə gəlir, belə. İndi əsl olmayan İlham Əliyevin qulağına baxın. İndi baxın. Qulağın uzunluğuna baxın. Fərqinə baxın qulağın, dəyərli həmvətənlərim. Bax, qulağın hətta burasına baxın. Bax, bu sırğa taxılan yer var, bu sırğa taxılan yer. Bunun üzəri dəliyinə baxın. İndi baxın, əsl İlham Əliyevə baxın. Qulaq seyvanına baxdınızmı? Baş eyni baş. Bax, qulaq seyvanı belə sallaqcaq başqa cürədir, bax. Tamamilə yumru qulaqdır, yumru fasondur, uzun deyil. Qulaq seyvanı bax, burada necə girinti belə uzanır. Seyvan tamamilə başqa cürədir. Bax, bura, yəni tamam başqadır da. Yəni, baba, tamam başqadır da. Bax, qardaş, fərq var, fərq var. Tamamilə fərqlənir, bax, tamamilə. Baba, əsl olmayan İlham Əliyevin qulağı budur, bax. Gördünüzmü? Gördünüzmü? Bu saxta İlham Əliyevin qulağıdır. Saxta İlham Əliyev, bax, başını da göstərin, burnunu da göstərin. Saxta İlham Əliyevin qulağı budur. Dostlar. İndi ikisini də bir yerdə qoyuram. Baxın, ikisini də bir yerdə qulağını. Görürsünüz nə qədər dağdan aran qədər fərq var. Baxın. Dağdan aran qədər fərq var. Ay millət, bu ortaya həmişə çıxan İlham, bax, budur. Bax, bu əsl İlham budur. Bunu daha görməyəcəksiniz. Görsəniz də nadir hallarda görəcəksiniz. Əsl olmayan İlham Əliyev, saxta İlham Əliyev, bax, budur. Siz daha hər zaman bunu görəcəksiniz. Hər zaman bunu görəcəksiniz. Üçüncü İlham da var. Onu da göstərəcəm sizə. Bax, siz hər zaman bunu görəcəksiniz. Bax, bunu. Dəyərli həmvətən, bunu. Bu İlham Əliyev kimi danışmağa çalışır, amma çox səhv buraxır. Baxın, bir fərqini də deyim. İlham Əliyev danışanda hər zaman belə eləyir, bax. Dodağını oynadır. Belə oynadır dodağını, bax. Hər zaman oynadır. Elə bir çıxışı yoxdur ki, İlham Əliyevin dodağını oynatmasın belə. Eləmi? Amma bir aydan çoxdur ortaya çıxan təzə İlham Əliyev, saxta İlham Əliyevin bircə dəfə dodağını oynatdığını görmüsünüzmü? Mənim komandam bunu analiz edib, saxta ortaya çıxan son zamanlarda çox çıxartdılar ortaya bizi öyrəşdirmək üçün. Biraz da paraşa buraxdılar, İlham burun əməliyyat elətdir. Nə oldu? Burun əməliyyat olundu, dodaq əməliyyat olundu, qulaq əməliyyat olundu, alın, baş, hər yer. Başını dəyişdilər bu uğraşın. Başını dəyişdilər. Nə oldu da? Baxın da bu İlham Əliyev, ala baxın. Belə eləyək, baxın. Baxın da, dağlar qədər fərq var və əsl İlham Əliyev alt dodaqda uzun tər idi əsl İlham Əliyev. Üst dodaqda, alt dodaqda yekə idi. Əsl İlham Əliyev belə danışanda onu mən sizə göstərəcəm. Hər zaman dodağından istifadə eləyirdi İlham Əliyev. Amma təzə İlham Əliyev bir dəfə də dodağından istifadə eləməyibdi. Yəni, dodağı hərəkəti eləməyibdi. Bax, bu, siz baxmışsınız, yəni, analiz eləyə bilərsiniz. İlham Əliyevin köhnə libo bir çıxışını qoyun qabağına. Görəcəksiniz, zalda çıxış eləyir. Mehriban xanım, mən bunu belə dodağını oynada danışır. Belə dikdə. Amma təzə İlham Əliyev bir dəfə də dodağını oynatmır. Deməli, bu öz yerində. İndi mən son məsələ ondan ibarətdir ki, mən axırıncı dəfə, dəyərli həmvətənlərim, mən axırıncı dəfə İlham Əliyevin dünənləri Şahdağda İlham Əliyevin vidinə fasonuna baxdım. Yəni İlham Əliyev kimi çıxarılan adamın vidinə fasonuna baxdım və qərara gəldim ki, bu artıq 3-cü İlham Əliyevdir. Necə ki, Putinlə 8 dənə var, nə bilim, neçə nə var. Bu 3-cü İlham Əliyevdir. Dəyərli həmvətənlər, nə bilirsiniz, bəlkə Trump'ın apardığı da 2-ci Maduro'dur. Nə bilirsiniz? Nə bilirsiniz? Mən deyirəm ki, Trump'da Maduro razılaşıb aparılmışdı. Maduro razılaşıb gedibdi. Nə bilirsiniz? Dünyanın çoxu da, çox medialarda, Britaniyada çox medialarla bu mövqeydədir. Amma bu mövqey nəyi dəyişdirəcək ki? Danışdı, danışmadı. Bu Trump elədiyini elədisə, bunun nəyi dəyişdi ki? İlham Əliyev mən danışdım oradan, rədd elədim. Ya başına qapaz vurdum, ya mitingdən rədd elədim. Nəyi dəyişdi? Axır ki, rədd elədik, istədiyimizi qurduq mu? Məsələn, dəyərli həmvətənlər. Məsələn, mənim bu telefonum xarab oldu. Mən bunu kimlənsə mənə pul göndərdi aldım və yaxud burada devlətin pulundan sıxışdırıb aldım. Nəyi dəyişdi ki? Sizin ki, qabağınıza çıxa bilirəm. Nəyi dəyişdi ki? Sizin üçün nə dəyişdi? Heç nə.
İndi mən axırıncı sizə deyərlər, birinci İlham Əliyev ümumiyyətcə yoxdur. Birinci İlham Əliyev yoxdur. İkinci İlham Əliyev hər zaman bu son vaxtlarda gördüyünüz İlham Əliyevdir, deyirlər burundan əməliyyat olub. Yalan deyirlər, o İlham Əliyev deyil. O İlham Əliyev deyil. O İlham Əliyev deyil və üçüncü İlham Əliyev də Şahdağda sürüşən İlham Əliyev idi. Bəziləriniz deyə bilərsiniz ki, Qobi, üçüncü İlham, bəlkə o ikinci İlham idi Şahdağda sürüşən. Mən sırazı sizə qarşılıq verirəm. Yox. İkinci İlham artıq xalqın qarşısına çıxır, danışır, neyniyir, hamımız gördüyümüz İlhamda hamımız da bağırır, burnu bir təridir. Ağıllı adamlar bilir ki, bu İlham Əliyev deyil, geri zəkalı, axmaq adamlar da bilir ki, bu İlham Əliyev, elə bilir ki, bu İlham Əliyevdir. Amma ikinci İlham xalqdan çəkinmirdisə, danışırdısa, ortalığa çox çıxırdısa, bəs bu üçüncü İlham Əliyev niyə gizləndi, niyə qaçdı? Çünki o danışa da bilmir. Çünki o İlham Əliyevə daha çox oxşamır. İkinci İlhamı indi qulağını başını görürük də biz analiz elədik bax ikinci İlhamı və bildiniz ki ikinci İlhamdır, o əsl İlham deyil. Əsl İlham deyil. Bildiniz mi? Ay sağ ol. Amma üçüncü İlham da var. Ala baxın. İndi göstərəcəm sizə. Bizim tanıdığımız İlham Əliyev Şahdağa gedəndə arvadınla çay içərdi, kofe içərdi, danışardılar, qol-qola gəzərdilər, başı açıq, göt açıq, yəni tamamilə başı açıq, gizlənməzdilər. Dünyanın düz vaxtı, yəni keçən ilə qədər əsl İlham Əliyev xalqdan gizlənmirdi, heç vaxtı belə hal olmamışdı ki, danışmasın, çay içməsin, başı açıq, gözəl belə, sonra kayak çəkəndə də başı bağlı olurdu o heç. Amma İlham Əliyev o oteli var, orada yer var, ora onundur, orada reklam eləyirdi, nələr eləyirdi. Ay qardaş. Saxta İlham şousuna Şahdağda da qəza baş verdi, xəbəriniz olsun. İndi gəlin sizə göstərim sizə. Dəyərli vətəndaşlar, İlham Əliyev gedən günü Şahdağda qəza baş verdi. Qardaş, İlham Əliyev gedən gün, bir dənə sizə misal verim, sadə bir misal. Sadə bir misal verim. Həqiqi İlham Əliyev ortaya olmadığının bir bariz nümunəsində deyirəm. İlham Əliyev Şahdağda olan gündən bir gün, 2 gün qabaqdan qar yağmışdı, yollar bağlıydı. Maşınlar yollarda mələr qalmışdı. Sizə söz deyirəm. Bir dənə də it küçüyü yolu təmizləyən, qum tökən yox idi. Sizə söz deyirəm. Azərbaycan ərazisində qorxusundan helikopterə, vertolyota, helikopterə, təyyarəyə minməyən İlham Əliyev, əgər həqiqi İlham Əliyev Şahdağa gəlirdisə, poyezddən gəlmir ki, ya yoldan gəlməlidir, ya vertolyotdan gəlməlidir. Elə deyilmi? Helikopterə minmir İlham Əliyev. Son illərdə minmir İlham Əliyev. Rusiya vurar deyə. İran vurar deyə. Maşınla gəlirsə, İlham Əliyev Şahdağa gələcəksə, o yollarda vəziyyət necə olmalıydı? Siz bir dənə deyin də necə olmalıydı? Orada yerdə bir damcı qar ola bilərdimi? Orada o yollarda bir damcı sürüşkən buz ola bilərdimi? Bəzi məmur balalarda İlham Əliyev oradadır deyib maşınlara miniblər, İnamarka xarici maşınlara. Düşüblər Şahdağa. Yolda bir it küçüyü yox, yollar buz, hamı qalıb yollarda mələr qalıb. Halbuki əsl İlham Əliyev gəlməyibmiş. Ora Leyla Əliyeva, İlhamın nəvələri Leyla Əliyeva başqa o İlhamın oxşarınla bir yerdə gəlib sadəcə görüntü göstəriblər. Niyə? Çünki Paşinyan yeni ili meydanda keçirdi. Paşinyan yeni ili xalqdan meydanda keçirdi. Bütün xalq hər yerdə paylaşıldı. Mən də dedim İlham Əliyev Bodrumda keçirdi. İndi nəsə eləmək lazım idi axı. Saxta İlhamı tez göndərdilər. Başı yaloylu, təcili. Hara? Şahdağa. Təcili bu planda yox idi. Təcili, saxta İlham Əliyev güya xalqın içində Şahdağda keçiribdi. Bu görüntünü yaymaq üçün. Eyni zamanda Madronu tutdular. Eyni zamanda aləm bir-birinə dəydi.
İranda savaş, yəni İlham Əliyev güya heç nə vecinə deyil də, güya heç nədən qorxmur da, güya heç nədən çəkinmir də. Bu öz həyatını yaşayır da. Bu görüntünü yaratmaq üçün həm Paşinyan, həm bu cür qorxmuram görüntüsünü yaratmaq üçün tez bazar saxta İlhamı soxdular. Burada iki məsələ var. İki burada amil var. Bir, bu İlham Əliyev ya üçüncü İlham Əliyevdir, ya üçüncü İlham Əliyevdir. Bu adam ümumiyyətcə İlham Əliyevə oxşarlığı daha da uzaqdır. İkinci İlhamdan daha da pisdir oxşarlığı. Ya da burada ikinci diqqət çəkən amil var. İkinci amil var. Bu təcili hazırlanan bir proje oldu. Paşinyandan, Maduro'dan tutulmasından, Paşinyandan, İran savaşından dolayı təcili hazırlanmış bir hərəkət oldu. Yəni o oxşarını saatlarla, günlərlə dərs keçənmədilər. O edəcəyi sözləri, hərəkətləri ona öyrətməyə vaxtı olmadı. Eləcə dedilər, hə, buzdur da, gözünü başını bağla ginən, hani belə-belə də çəkdir, bir uzaqdan da görüntü ver, bəs eləyir, bəs eləyir, bəs eləyir. Hə, qabil anlatmaq olar, hə. Hə, bir kulağımın divi qalmış da, tikilməmiş. Hə, o da blogerlikdə tikir də, İlham Əliyev. Hə, taksi şoförü deyir, 73-cü millətdir. Hə, qabil taksi şoförü də olub, hə. Gəlin indi sizə gerçəklikləri göstərim. Göstərimmi? Göstərim. Bax, gör nə təri qaçır xalqdan. Bax, 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 ala. Baxın, bu necə İlham Əliyevdir ki, ancaq uzaqdan çəkdirdi özünü. Bax, 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 ala. Bircə dənə yaxından çəkilən açıq şəkili oldu mu? Oldu mu, oldu mu, oldu mu? Gəlin sizə göstərim. Baba, ancaq uzaqdan. Ala. Baba, 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 ancaq uzaqdan. Ən yaxın şəkili budur bu. Ən yaxın şəkili budur. Leyladır, nə bilim, o nəvələri də oradadır. Üstəlik bu nəvələri özündən uzun oldu. Nətər oldu elə bu nəvələri bu İlhamdan uzun oldu. Hər neysə olsun. Baxın, dəyərli vətəndaşlar, bax, böyüdürəm. Bu İlham Əliyevcə mən Afrikalıyam. Bu İlham Əliyevcə mən onda erməniyəm. Bax, bu İlham Əliyevcə mən erməniyəm. Ala. Ala, mən onda Mozambikliyəm. Ala, baxın. Ala. Ala, baxın. Ha, bu nə İlham Əliyevdə? Bu babbalaca burnu var, hə? Bu nə İlham Əliyevdə? Bax, ən yaxından çəkilən şəkil budur. Öz el eləyiblər ki, şəkil el eləyiblər ki, biri var tam da prezident şəkildə, tam aydın görünən. El olmuram. Bax, böyüdən kimi şəkil bozarır, biraz da birini itirir. Ala, baxın. Ala, baxın, nəzik dodaq, balaca burun. Ala, baxın, uzun qulaq. Bu nəzik dodaq, balaca burun, uzun qulaq İlham Əliyevdir. Vallahi də, billahi də yalan deyən köpək oğludur, namussuzdur. Ən yaxından çəkilən şəkili budur. İndi yaxşı, gəlin sizə başqa bir şəkil göstərəcəyəm, darıxmayın. Gəlin sizə başqa bir şəkil göstərim. Yaxşı, sual ortaya çıxır. Nə oldu elə? Bütün şəkillərdə İlham Əliyev dalda durur. Ala, baxın. Modernaz, hakimiyyət kanalları paylaşır. Baba, burada, bu kimdir? Bu bir nəvəsi, bu bir nəvəsidir. Bu Leyladır, bu o bir nəvəsidir. Bu da İlham Əliyevdir. Lap uzaqda durubdur. Uzaqda durubdur. Uzaqda, baba, görürsünüzmü? Bütün, zaten şəkil uzaqdan çəkilir. Dəyərli vətəndaşlar, burada maraqlı məqamlar, nüanslar nədir? Şəkili qəsdən uzaqdan çəkiblər. Qəsdən. Üstəlik də İlham Əliyev də ən dalda durub, baxın. Baba, özünü gizlədir. Şəkil də elə aydın yox, elə performansda hazırlayıblar ki, bunu böyüdən kimi tamamilə belə bozarır, yəni dəqiqliyi itir. O qədər uzaqdan çəkiblər ki, o bir çəkil ki, qaleriya çəkirsən ki, orada böyüdüb baxasan, o elə böyüdülmüş şəkildə uzaqdan çəkiblər, zaten elə böyüdüblər ki, bundan o tərəfə böyütmək şəklin sadəcə cizgilərini itirir, bozardır. İndi gəlin bir video göstərim. Bir video göstərim. Bax, gəlin, baba. Gəlin bir video göstərim sizə. Gəlin bir video göstərim. Ala, baxaq. Niyə İlham Əliyev mikrofona yaxınlaşmır? Niyə İlham Əliyev qaçır? Ala, baxın. Ala, bax. Bax, uzaqdan. Yaxşı, indi bu kamera bunu yaxından çəkənmirdi. Ha? Aya, baxın, bu kamera çəkir 100 metrə daldan. Yaxşı, bu kamera zaten İlhamın kamerasıdır. Bu kamera bunu yaxından çəkənmir. Bax, İlham Əliyevdən kameranın arasında 70-100 metrə var. Niyə görə kamera 10 metrə, 20 metrə qabağa gəlməyə qoymurlar? Bax, İlham Əliyev kamera, niyə İlhamın götünü çəkirlər? Niyə İlham Əliyevin götünü çəkirlər? Baxın,
Baba baba İlham Əliyev uzaqdan çəkirlər. Bax niyə? Niyə baba en yaxın budur. Güya böyütdü. Güya böyütdü. Heç bak İlham Əliyev olduğu belə bilinmir. Baxın. Baxın baba niyə belə çəkirlər bunu? Niyə belə? Bu İlham Əliyevdirsə, mən onda Paşinyanam. Əgər bu İlham Əliyevdirsə. İndi gəlin sizə, gəlin İlham Əliyevin, dünyanın düz vaxtında İlham Əliyevin Şahdağa getdiyini göstərirəm. Bunun üçün Frunze Akademiyasını qurtarmaq lazım deyil. Gəlin eləcə bax YouTube-da yazaq, YouTube-a giririk. Yazırıq, yazırıq, YouTube-a giririk, yazırıq. Prezident xanımı ilə Şahdağda. Prezident xanımı ilə Şahdağda. Gəlin baxaq. Qadanız alın. Əvvəlki illərə bax. Əvvəlki illərə. Hara getdi? Yox, bunu belə yazanda çıxmayacaq. Gəlin belə yazaq. Burada hamısı təzə video çıxır. Budur mu Şahdağ? Ala, burada nəsə var deyən. Ala, bax o. Bu neçənci ildir? 6 il öncə. Bax, biz gördüyümüz İlham Əliyev Şahdağda belə olurdu. Baxın, çay içirdi mehribanla, sürüşürdü, başı açıq, başı mikrofona danışırdı. Bax, biz belə ilham görmüşdük. Bu nə ilhamdır çıxıb ortaya? Qulaq kərə, yox, qulaq uzun, incə dodaq, başqa burun, başqa dodaq, başqa qulaq, başqa baş. Ala baxaq. Ala. Ala baxın, görün, bax İlham Əliyev necə kameraların qabağındadır. Ala, oba. Şahdağ Turizm Mərkəzinə gələn dövlət başçısı burada xizək sürdü. Bax, əsl İlham Əliyev budur, baxın. Maraqlı bir şeydir ki, maraqlı bir şey de diyeyim ha. Bu təzə İlham Əliyev xizək sürə bilmir. Vallah da, billah da xizək sürəmir. Bak bir de onu inceleyin bak. Yalan diyen köpeği oğlum. Bak İlham Əliyev çok profesyonelca xizək sürür. Mənim uşağımın da dərəcəsi var ha bu xizək sürmə üzrə. Mən maraqlıyam. İlham Əliyev çok profesyonel xizək sürür. Ama o birisi var idi ha. Kendinden tutup da gedir ayakları esese. Bunu gördünüz mü? İndi ben size onu göstereceğim. Bak əsl İlham Əliyev gör necə profesyonel sürür. Necə kameraların qabağında. Hələ çox yerdə mehribanla çay içir, nə bilim danışır, eləyir, kameralara danışır. Ama saxta İlham Əliyev buzun üstünde durabilmir. İndi göstereceğim. Səbirli olun. Bak, əsl İlham Əliyev budur, baxın. Budur bak. Azərbaycancı yaxşı danışır. Danışır. Yaxşı danışır. Hoşuma gəlir. Şahda. Şahda çok güzel yerdir. Çok güzel. Hoşumuza gelir. Bak, Baş nazirin birinci muavini. əsl İlham budur. Şahdağ Turizm Mərkəzi qapalı. Əsl İlham Əliyev hər zaman Şahdağa gedəndə danışıb, çay içib, əylənib, üzünü də göstərib, hər tərəfdən qəşəng buz üstündə sürüşünü də göstəribdi. Bu nə buz üstə dura bilir, nə üzünü göstər, qaçır bu qaçır. Bu nə ilhamdır. Buna mən deyənə, bu da alaba. Hələ buranı da reklam eləyir. Olsa da turistlərin olmadığı bir vaxtda bütün hakimiyyət qan ağlayır ki, Ermənistana, Gürcistana turist az gəldi. İlham Əliyev hər dəfə gedəndə oranı reklam eləyirdi. Baxın, belə reklam eləyirdi. İkinci faza çərçivəsində Şahdağ Turizm kompleksində Ala baxın. ümumi uzunluğu 7,9 kilometre olan İndi qardaş bu kimdir? Gəlin, aydın məsələdir. Hər il İlham Əliyev necə lazımdır hərəkət eləyirdi. Amma bu kimdir? İndi gəlin sizə, mən məsələn göstərim. Bu buz üstündə duranmayan İlham Əliyev göstərim. Ala bax, buz üstündə duranmayan İlham Əliyev göstərirəm indi sizə bax. Paylaşmışam. Səsə gəlir ha, buna bax, siz Allah buna. Burada paylaşmışam mən bunu. Görəcəm tapa bilərmi? Hə. Ala baxın. Buna səsə gəlir. Buna bax. Siz Allah yeriyə bilmir ha. Buna bax, buna kəndirdən tutur. Buna bax. Buna yeriyə bilmir ha.
Ama yeriye bilmir ha. Buna bak ha. Değerli həmvətənlərim, yadınızda qalsın. O buz üstünde İlham Əliyev indi bu güya saxta İlham buz üstündədir. Profesyonel adam buz üstünde belə yerimir. Burada Almanya'da mecbur məktəbləri aparırıq axı buz üstünə, uşaqları aparırıq, gedirik. Mənim uşaqlarımın ikisi də professionaldır bunun. İkisi də, uşağımın ikisi də professionaldır, birinci dərəcəlidir. Baca, bu buzun üstüne çıkıp adımlayır bile adımlayır. Sonra buna bakaya. Boy. Ay, buna bak siz Allah. Bak, yeri yer. Buna bak. Ana bak. Ay, buna bak. Özde el eləyə bilmir ha. İlham Əliyev əlini belə eləyir, belə eləyir, bu əli belə eləyir. O, birisi də o Heydər Əliyev həmişə əlini belə qaldırırdı ha. İlham Əliyev əlini adca belə eləyər ya eləməz. Bu belə eləyir, bax, belə eləyir, bax, belə eləyir. Yəni biraz baxırsınız, yəni səviyyə həmən performans deyil. Yəni mən burada 10 cürə, 20 cürə mən element koydum ki ortaya. Bu ya 3-cü İlham Əliyevdir. Ya da hazırlıksız çıkardılar tez bazar. Götünü başına bu 2-ci dərəcəli İlham Əliyev'i. Hazırlıksız çıkardılar. Onun yerine kamera karşısına çıkarttılar. Yegane birinci dəfədir, birinci haldır ki. Bak burada yüzlərlə mən metod, yüzlərlə burada saya bilərəm. Qardaş, qulaq həmən qulaq deyil. Burun, alın, baş, çənə, dodaq, heç nə. Danışıq o danışıq deyil. Hərəkət o hərəkət deyil. İlham Şahdağa getsəydi. İndi o yollarda maşınlar hamısı yolda qalıb. Hələ də yolda qalıbdı. İndi o yollar elə olardı mı? Hələ sizə nə deyim? Kanat qırılıb qalıblar orada. Əsl İlham Əliyev getsə kanat qırıla bilərdi mi? Əsl İlham Əliyev getsə orada nə olardı? Baxın, əsl İlham Əliyev gedəndə orada bazar olmur. Belə facia olmur. Nəyəm ki, burada bir dənə də göstərim sizə ala. Baxın dostlar. Dəhşət. Buna bax ha, buna bax ha. Gedə bilmir ya. Gedə bilmir ya, buna bax buna. Ay bu. Buna bax. Yeri. Buna bax. O ayaqları əsri buzun üstündə. O buzun üstü elə yeriməməlidir. O buzdan sürçən o sürüşçüyü şeyi elə tutmamalıdır. O salam elə verməməlidir. Buna bak, kəsəyən oxşur, bak ağzına burnuna bak. Göstərən birə. Ha, bu İlham Əliyev deyil o ki. Hə, deməli, dostlar, qardaşlar, bu İlham Əliyev mövzusunu qutaraq mı? Çox uzatdıq zaten. Uzun sözün qısası, əsl İlham Əliyev ölkədə yoxdur. Aldığım məlumata görə Mehribanın əvəzinə Manananın üzünü başını düzəldiblər. Mehriban Əliyev'in çoxdankı rəqibi İlham Əliyevin sevgilisi Manananın da üzünü başını düzəldiblər, əl gəzdiriblər. Mehribanın əvəzinə bəzi tədbirlərə artıq o gedir. Və dostlar, qardaşlar, bu öz yerində İlham Əliyevin olmadığını bəlkə də neçə cürə sübut elədim. Burada bir şey də sizə göstərəsi idim ki, Şahdağ turizm kompleksində necə deyərlər, cəmaat göydə qalıbdır, cəmaat məhv olubdur. Baxın dəyərli həmvətən, gecə cəmaat hamısı göldə qalıb. Baba, ay ki, kanat var ya, kanat, o fırlanan kanat, qırılıbdır. Qırılıbdır, göydə qalıbdır hamı. Səhərə kimi göydə qalıb hamı. Donub hamı, məhv olubdur. Ay, indi əyri oturaq düz danışaq. İlham Əliyev ora gəlmiş olsaydı. Ay, fövqəladə, generallar, o Şahdağda hər kolun dibində bir general yatırdı. Belə şey olardı. Ay, buna baxın, ala bax, qalıblar çöldə. Ala. Aparat xarab olub, cəmaatı qalıb meşədə, hələ bu quruldan kim demirəm. Belə məsuliyyətsizlik olmur da həqiqətən. O maşını yəqin olur. Dağdakı biabırçılığa var, oraya kast elə gəlmişik. Heç nə. Aparat xarab olub, cəmaatı qalıb meşədə, hələ bu quruldan kim demirəm. Ay ki, aparat xarab olub, qalıb cəmaat kanatda göydə. Fikir verin, o boyda soyuqda, göydə cəmaat qalıb meşədə. Fikir verirsin. Yəni bütün bu tərəfdə yolda qalır. Yəni İlham Əliyev deyil də, bunun əmin arxayın olun ki, o adam İlham Əliyev deyil. Əsl İlham Əliyev görevini tamamladı, getdi.
Necə ki, əsl Putini öldürmüşdülər. Bu saxta Putindir. Əsl İlham Əliyev də getdi.